Salam, Gələcək Bilik verilişi efirdədir. Bugün dövlətin iqtisadi gücünün formalaşmasında elmin və təhsilin rolundan danışacağıq. Fikir mübadiləmiz əsasən bir mövzunun üzərində qurulacaq ki, Azərbaycanda neft və ənənəvi kənd təsərrüfatı sektorlarından savayı hansı iqtisadiyyat sahələri inkişaf etməlidir ki, Azərbaycan daha qüdrətli, daha güclü dövlət olsun və bu inkişafda elmin təhsilin rolu nədən ibarət ola bilər? Söhbətimizə keçməmişdən öncə istəyərdim həmsöhbətlərimizlə tanış olaq. Buyurun, özünüzü təqdim edin. Mən Gözəl Azayeva, Xaçmaz rayon Qımılqışlaq Kənd Orta Məktəbinin coğrafiya müəllimi. Buyurun. Rüfət Mürsəlov, Quba Fizika Riyaziyyat İnformatik Təməlli liseyin tarix müəllimi. Girişdə dediyim kimi mövzumuz iqtisadiyyatın təhsillə, elmlə bağlılığıdır. Niyə bu vacib aktual məsələdir? Çünki iqtisadiyyat dövlətin gücünü, qüdrətini təmin edən, müəyyənləşdirən əsas amildir. Və burada elmin də, təhsilin də rolu ondan ibarətdir ki, əgər biz 10 əsr, 15 əsr bundan əvvələ baxsaq, orada təhsilin və elmin iqtisadiyyatın inkişafındakı rolu dəqiq rəqəmlər deməyək, təxmini deyirəm. Tutaq ki, iqtisadi inkişafı 1%, 2% təmin edərdisə, 10 əsr bundan əvvəl. Amma bugünkü reallığımızda elm və təhsil iqtisadi inkişafı belə deyək, sürətli sıçrayışlarla təmin edən bir həddə gəlib çatıbdır. Elmi ixtiralar, elmin və təhsilin inkişafı bir ölkənin iqtisadiyyatını qısa bir müddətdə 90-cı illərdən səviyyəsindən bizi ötüb keçən bir yüksəkliyə qaldıra biləcək səviyyədədir. Bunun nümunələri də var. Məsələn, Çinin iqtisadiyyatı bugün götürsək, bütün digər amillərlə bağlı ən əvvəl elmin inkişafına və təhsilin inkişafına borcludur. Singapur nümunəsi var, Yaponiyanın nümunəsi var, Cənubi Koreyanın nümunəsi var. Ya bu şərqdə bu təhsilə və elmə ayrılan diqqət ona gətirib çıxardı ki, 90-cı illər səviyyəsində olan iqtisadiyyatlar birdən-birə Avropanın və Amerikanın o zamanlar müqayisə olunmaz dərəcədə öndə olan iqtisadiyyatlarını demək olar ki, ötüb keçiblər. Bu baxımdan istəyərdim sizin fikrinizi bilək ki, hazırda Azərbaycan təhsil və elm sahəsi bu belə deyək, məqsədi, bu məramı göz altına alırmı ki, Azərbaycanda iqtisadiyyatın inkişafında təhsil, elm rolunu deməlidir? Təbii ki, bunu tədris elədiyimiz dərs saatlarında da görə bilirik. İstənilən mövzu, mən öz sahəmdən danışacağım coğrafiya dərslərində, istənilən coğrafi hadisə, proses sırf iqtisadi anlayışlarla bağlanır. Əvvəl mən özüm şagird olduğum müddətdə sadəcə coğrafiyanı ərazi, məkan olaraq öyrənirdimsə, bugün iqtisadi əsaslarla öyrətməyə çalışıram. Həm də bu tələb olunur. Məncə şagirdlər gələcək planları reallaşdırmağa çalışan zaman və yaxud da biliklər əldə eləməyi zaman, eləməli olduqları zaman iqtisadiyyatın əsaslarını qarşılarına məqsəd qoyurlar. Çünki dediyim kimi istənilən mövzu iqtisadiyyatdan yayınmır. Hər hansı bir mövzu yoxdur ki, o iqtisadiyyatdan yayınmasın. Son bir cümlə də olsa belə iqtisadiyyatla bağlanılır. Aynen. Sizin fikrinizcə təhsil sistemi ölkənin belə deyək, iqtisadi maraqlarına uyğunlaşmalıdırmı və bizdə bu nəzərə alınırmı? Nə baxımdan orasını da deyim. Məsələn, Azərbaycanın ənənəvi iqtisadiyyat sektorları var. Əsasən götürək aqrar sektoru və neft sektoru. Bu təhsildə nəzərə alınıbmı ki, bunlar inkişaf etdirilməlidir və Azərbaycanda perspektivi ola biləcək nəzəri baxımından müəyyən iqtisadiyyat sektorları var ki, onlar barədə danışacağıq. Təhsildə bu nəzərə alınmalıdırmı sizin fikrinizə? Yəni bizim təhsil sistemimiz iqtisadiyyatı göz altına alaraq Yaponiyanın, Amerikanın, Almaniyanın təhsil sistemindən bu baxımdan fərqlənməlidirmi? Qeyd etdiyiniz kimi beynəlxalq saydıq dövlətlər içərisində Yaponiyanın da biz iqtisadiyyatı nəzərdən keçirsək, gözəl müəllimi qatılar məncə mənə, iqtisadi baxımdan Yaponiya güclü dövlətdir. Amma xammal baxımdan Yaponiya, mən belə deyərdim, kasıb ölkələrdən biridir. Amma gəlin görün ki, Yaponiya 19-cu əsrin sonundan sonra elm, təhsilin sayəsində bir də
qonşu dövlətlərin ona verdiyi dəstək hesabına Yaponiya inkişaf elədi. Bu günlər dünyada güclü bir dövlət kimi tanınır. İndi gəlin bu modeli Azərbaycan üzərində yoxlayaq. Azərbaycanda isə tam fərqli olaraq iqtisadiyyat düşdüyü vəziyyətdən dolayı, yəni Azərbaycan bilirsiniz ki, müstəqillik qədəm qoyduqdan sonra müharibə başının üstünə aldı və bundan sonraki dövrdə ölkə öz maliyyə fonunu formalaşdırmaq üçün təbii ki, əsr müqaviləsi, 21-ci əsr müqavilələri ilə dünyaya neftin çıxartmağı ilə öz bazarı formalaşdırdı. Ondan sonraki dövrlərdə bəli, təhsil edilən yatırımlar sayəsində, elmin inkişafı sayəsində biz uğurda keçdik. Və bu günlər bizim Azərbaycanda yetişən mütəxəssislərimiz artıq dünyada bir nümunə kimi təqdim olunur ki, biz bunlara artıq öyünə təqdim edirik. Düzdür, Sovet təhsilində də var idi həmin adı çəkməli olduğu nümunələr. Bu günlər Azərbaycanda da var. Və bu günləri biz nefti dediyiniz kimi qırağa qoysaq və digər neft sektorları inkişafına başlasaq, bəli, qədimdən qalan sənayilər, daha doğrusu təsərrüfatlar var idi bizdə, aqrar təsərrüfatlar, onlar bu günləri müasir texnologiyalar sayəsində inkişaf edir. Bunları biz nümunəsini görürük. Adı bir şey deyəm, Quba rayonu bilirik ki, aqrar sənaye rayonudur. Bizdə meyvəçiliyi tam fərqli formada, özünə məxsus bir formada inkişaf elətdirirlər. Düzdür, onun nümunəsini mən ola bilər az bir formada ifadə edeyim. Damcı üsuludur, biri fərqli bir üsullardan tətbiq edirlər. Amma ən azından fərqli bir model artıq görürük. Bu artıq inkişafın bir ifadəsidir. Düzdür, son dövrə qədər yox idi. Belə hesab edərik ki, son 5 ildir biz artıq bunu görürük. Yəni, bu artıq yenilikdir, texnologiyanın dəstəyidir. Daha sonra kənd təsərrüfatında görürük. Məsəl üçün, maldarlıqda biz bunu ifadə edə bilərik ki, Azərbaycanda da maldarlıqda texnologiyanın tətbiqi var. Düzdür, tam formada inkişaf eləməsə də, amma nisbətən hiss edirik ki, müəyyən qədər təsiri var. Bugün dünyada ən sürətli inkişaf edən iqtisadiyyat sahələrindən biri informasiya texnologiyalarıdır və bu qüdrətli dövlətlərin bugünkü iqtisadi gücünün, iqtisadi potensialında böyük bir həcmini həmin informasiya texnologiyaları üzərində qurulan şirkətlər, transmilli şirkətlər təşkil edir. Digər tərəfdə məsələn avtomobil sənayesi var, gadjetlər, telefonlar, kompüter sənayesi var, silah sənayesi var. Məsələn, qonşu Türkiyədə biz bunun nümunəsini gördük. Türkiyə axır bir 20 ildə çox sürətli, yəni dünyanın gözləmədiyi, heç bir ekspertin proqnozlaşdırmadığı bir sürətlə inkişaf elədi və dünyanın belə o pilotsuz uçuş aparatları üzrə lider mövqeyinə çıxardı ölkə oldu. Yəni bu qonşumuzda da və bizə də dəstək oldu təbii. Qardaş ölkədə də bu nümunə var. Sizin fikrinizdə bax bu sahələrin içində neft və kənd təsərrüfatı sahələrini qırağa qoysaq, Azərbaycanın informasiya texnologiyaları, kimya, farmasevtika, maşın qayırma, avtomobil sənayesi, gadjetlər, bunların içində hansında daha çox şansı var inkişaf eləməyə? Yəni sizin ekspert deyilik, burada heç birimiz o sahəyə. Bazı fikirlərimizi bəli, ola bilər səhv eləyərik, bu da aydındır. Amma yəni nə baxımdan deyirəm? Bugün Azərbaycanda mənim fikrimdir. Məsələn, biz avtomobil sənayesini inkişaf etdirmək iddiasına düşsək, mənim fikrimcə biz onu bacarmayacaq. Çünki Çin var, Yaponiya var, Almaniya var, Amerika var, Cənubi Koreya var. Bu boyda yəni artıq ənənəvi olaraq oturmuş bir dövlətlərin qarşısına sən avtomobili çıxarda bilməyəcəksən. Yəni yerli bazar üçün istehsal olunan avtomobillər də yerli bazarda satılmamış qalacaq. Dünya bazarına ümumiyyətlə çıxa bilməsən və müasir dünyada elə qurulubdur ki, sən dünya bazarına çıxa bilməsən, o sahə öləcək, zəifləyəcək. Mütləq dünya bazarına çıxmalısan. Bu baxımdan Azərbaycanın hansı sahələri inkişaf elətdirib dünya bazarına çıxmaq potensialı var sizin fikrinizdə? Azərbaycanın mövqeyi, coğrafi mövqeyi əlverişli də olduqca müəllimin də dediyi kimi ta qədimdən kənd təsərrüfatı sahələri inkişaf edib. Düzdür, kənd təsərrüfatı sahəsinin daha üstün olduğu bir ölkə bizim üçün adətən kasıb ölkə kimi hesab edilir. Yəni əhalinin yarıdan çoxu kənd təsərrüfatında çalışırsa kasıb ölkə hesab edilir. Amma bu demək deyil ki, inkişaf etmiş bir ölkədə və yaxud da yüksək sürətlə inkişaf etməkdə olan bir ölkədə kənd təsərrüfatı yoxdur. Çünki istənilən
gündəlik lazım olan sənaye məhsullarının kökündə kənd təsərrüfatı durur. Bunun da başlıca nümunə yeyinti, yəni qida sənayesi və yüngül sənayedir. Amma Azərbaycanda kənd təsərrüfatını inkişaf elətdirmək üçün müəllimin də dediyi kimi sənaye ilə ayaqlaşmalıdır, aqrar sənaye kompleksləri qurulmalıdır. Necə ki, damcı üsulu, səpmə üsulu və digər üsullar sayəsində bugün biz təsərrüfatı inkişaf elətdirə bilirik. Yapon modelindən nümunə gətirdi. Dünya iqtisadiyyatında 4 iqtisadi model var. Amerika modelidir, Çin modelidir, Alman modelidir, Yapon modelidir. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında 100 nəfər işçi çalışdığı halda Yaponiyada 10-17 nəfər çalışır. Yəni kənd təsərrüfatından söhbət gedir. Yəni o yüksək bir inkişaf etmiş ölkədə kənd təsərrüfatı inkişaf eləyirsə, deməli Azərbaycanda da inkişaf eləyə bilər. Yəni mən düşünürəm ki, Azərbaycanda ilk olaraq kənd təsərrüfatı sahələrini inkişaf elətdirmək, ona investisiya ayırmaq, maraq artırmaq daha əlverişli olar. Göndəri işləmə sənəti, bunu inkişaf etdirmək olar. Düzdür, bu sənət artıq biraz qabbaqlıq deyirik biz tarixdə onu yaşadırdılar. Düzdür, öz əhəmiyyəti itirir. Amma onun bu günləri yaşadan bəzi dövlətlər var ki, dəri sənəti, o dəri inkişaf elətdirilir. Kənd təsərrüfatı düzdür, əlaqəli bir şeydir. Amma digər kənd təsərrüfatı sahələrini nəzərə yetirsək, bəli, Azərbaycanda kənd təsərrüfatının inkişafına bağlı, sonra bizdə informasiya bağlı biz uğurla əldə edə biləcəyimiz rəqabət qabiliyyətimiz zəif ola bilər. Amma ən azından biz hansısa birindən başlamalıyıq ki, sərvətləri ayıranda biz tükənməyən sərvətlər içərisində neftə əlavə edirik. Bəli, qeyri-neft sektorunu mütləq şəkildə bir işlətməliyik. Bunun üçün qarşıda qoyulan məqsədlərdən biri elmin, texnologiyanın bizə verdiyi uğurlardır. Əldə edilən uğurlardan biri bizə artıq robotexnikalar, bilmirəm, xəbərdarsınız, görürsünüz, robotexnika sayəsində artıq son ildə mühəndislik səviyyəsində inkişaf edir. Bizim Qusarda robotexnika mərkəzimiz var. Düzdür, mən çalışdığım müəssisədə də bu istiqamətdə fəaliyyət göstərən STEM mərkəzi var. Uşaqları aşağı siniflərdən, 6-cı sinifdən biz artıq ona köklüyürük. STEM mərkəzləri fəaliyyət göstərir. Düzdür, o uşaqlarda gələcəkdə mühəndislik qabiliyyəti aşılır və o uşaqlar gələcəyi belə hesab edirəm ki, güclü bir mütəxəssislərə çevirmək üçün ilk pilləkənlərə addımlayırlar artıq və o robotexnika sayəsində onlar uğura gedirlər. Son keçən illəri yarışmada üçlüyü qazanmışdılar. Bunlar da təbii ki, Qusar yetirmələri idi. Bilmirəm, məlumatlısınız yoxsa yox. Yəni belə bir şeylər var artıq. Robotexnika sayəsində artıq uğurlar var. Sonra bizdə kiber təhlükəsizliyi ilə bağlı xeyli işlər gedir. Yəni bunlar da artıq mütəxəssislərin gələcəkdə yetişməsinə dəstək olur. Bunlar da qeyd olunmalıdır. Bugünkü reallığımızda iqtisadiyyatın bir tərəfində, yəni deyim, nəyə görə hesab edirəm ki, aktualdır məsələ və təhsildə, elmdə bu nəzərə alınmalıdır. Bayaq aslında dedim, onu bir də təkrar etmək istəyirəm. Dünya qloballaşır və bu inteqrasiyalar, həm də iqtisadi inteqrasiya çox sürətlə gedir və bu gün hansısa bir dövlətin ərazisində istehsal olunan bir məhsul əgər rəqabət qabiliyyətli deyilsə, əgər keyfiyyət və maya dəyəri baxımından dünya bazarına çıxmağa qadir deyilsə, o sahə tənəzzülə uğrayacaq və sıradan çıxacaq. Onun yerini xaricdən gələn daha ucuz, daha keyfiyyətli məhsullar tutacaq. Yəni bunu yaşadığımız həyatda görürük. Əsrlər boyu görürük. Bugün də yəni daha sürətli gedir. Bu Çin boyda böyük bir iqtisadiyyat dünyanın harasında zəif bir nöqtə görürsə, həmin yeri iqtisadi işğal altında saxlayır və öz bazarına çevirir. Bunu da qabağın belə administrativ metodlardan müvəqqəti almaq olar. Sənin onun qarşısına çıxarmağa bir məhsulun yoxdursa, gecə-tezi o bazarı, o boşluğu Çin məhsulları dolduracaq. Çin olmasın, Avropa məhsulu olsun, Amerika məhsulu olsun. Bu baxımdan və bu gündə bir məqam var. Süni intellekt, proqramlaşdırma, kod. Bunlar əvvəllər, məsələn, 5 il bundan qabaq informasiya texnologiya deyəndə bizim belə ağlımıza gələn kompüter, telefon, planşet idisə, hansısa saytlar, sosial şəbəkələr, proqramlar idisə, bugün artıq informasiya texnologiyaları avtomobillərdir, robotlardır, qatarlardır, hətta təyyarələrdir. Yaxın gələcəkdə tamamilə mümkündür ki, ümumiyyətlə pilotsuz təyyarələr olacaq.
pilotsuz avtomobillər artıq var və istər yük daşımalarda, istər sərnişin daşımalarda istifadə olunur. Pilotsuz qatarlar artıq var. Var bəy, Yaponiya göstərir. Bütün bunları idarə edən proqramlardır, kodlardır, süni intellektlərdir. Azərbaycanın bu gün hansısa sürətli qatar istehsal etmək potensialı mənim anlamında yoxdur. Bunun üçün böyük bir infrastruktur qurulmalıdır, mütəxəssislər olmalıdır, sənaye buna uyğunlaşdırılmalı. Amma Azərbaycanda həmin qatarı idarə edə biləcək, süni intellektli işləyib ortaya qoya biləcək mütəxəssislər yetişdirmək olar. Mümkündür bu. Həmin beyinlər var. Bu baxımdan necə fikirləşirsiniz? Məsələn, bu informasiya texnologiyalarının xidmət sektorun, proqramların satılması, məsələn, Çin avtomobilləri istehsal edir, çox gözəl. Amma avtomobillərin məsələn daha yüksək keyfiyyətli süni intellektlərlə idarə edilməsi üçün və yaxud da hansısa lokal bazarlara uyğunlaşdırılması üçün proqramların işlənilməsi, robotlar, məsələn, robotların idarə olunması üçün proqramlar. Robotu Azərbaycanda hazırlamaq çox qəliz məsələdir. Yəni dünya bazarına çıxacaq bir robotu Azərbaycanda bu gün hazırlamaq mənim anlamda mümkün deyil. Hələ ki mümkün deyil. Amma onu idarə edə bilən kodu Azərbaycanda hazırlamaq mümkündür. Bu baxımdan necə fikirləşirsiniz? İnformasiya texnologiyalarının bu baxımdan inkişafı mümkündürmü Azərbaycanda və bunun üçün təhsil nə etməlidir, elm nə etməlidir, biznes nə etməlidir? Süni intellekt artıq elə bir səviyyəyə gəlib çatıb ki, 25-28-ci illə bağlı prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamla bağlı bir qeydi nəzərdə çatdırmaq istəyirəm. Həmin qeydə görə artıq informasiya və rabitə texnologiya nazirliyinə əlavə ediləcək bir xidmət var. Orada misal üçün süni intellekt sisteminə əlavə edilməsi belə nəzərdə tutulur. Yəqin ki, bu operatorların danışıqdır, onların təhlükəsizliyinə bağlı olan bir məqamlardır. Misal üçün, adi bir şeydir. Biz banklarla bağlı əməkdaşlıq etmək istəyəndə orada artıq süni intellekti biz görürük. Onlar bizim suallarımızı müəyyən qədər çərçivədə cavablandırır. Daha sonra problemi artıq biz operatora yönləndirmək istəyəndə orada görürük ki, artıq bir insan mövcud olur və o bizim suallarımızı daha ətraflı cavablandırır. Yəni bu artıq bizdə bu model var. Bunu kodlaşdırırlar, rəqəmsallaşdırırlar və bunu tətbiq edirlər. Biz bunun ifadəsini görürük. Amma qeyd olunduğu kimi hələ ki bizdə bu sahə digər sahələrdə öz əksini tapmır. Amma müəyyən bir, mən belə hesab edirəm ki, artıq bizim mütəxəssislər müəyyən qədər yol qət ediblər. Bizi zaman göstərəcək inşallah ki, biz onun artıq istehsalının şahidi olacaq. Düzü kodlaşdırma kifayət qədər öz sözünü deyir. Bunu biz əyanı olaraq sübutunu görürük, rastlaşırıq, şahidiyik. İnşallah ki, dediyiniz mütəxəssislər artıq onun robotunu icad edən bir mütəxəssis çevriləcəklər inşallah. Siz necə fikirləşirsiniz? Bu şagirdlərlə işləyirsiniz. Azərbaycanda hansısa Çin avtomobilini idarə edə biləcək süni intellekti yarada bilən beyinlər varmı? Var, əlbəttə ki, var. Mütəxəssis yetişdirməkdən danışdınız. Bu birbaşa ixtisaslı kadr söhbətidir, ixtisaslı kadr məsələsidir. Bu da birbaşa təhsil sisteminə bağlı bir işdir. Yəni ixtisaslı kadrı yetişdirmək üçün hər hansı bir xam malla vəsait lazım deyil. Təhsilə köklənməlidir. Yəni təhsil də ki, hal-hazırda dünyanın təhsil sistemi ilə ayaqlaşan bir təhsil sistemidir. Yəni biz bacarsaq onları əldə edə bilərik. Müəllimin dediyi kimi də müəyyən məsafəni qət eləyiblər. Hələ ki biz dediyimiz ölkələrlə eyni səviyyədə olmasaq da, nə zamansa, yəni bu mümkündür. Artıq ölkələr xammal ölkəsi kimi, xammal ixal edən ölkə kimi deyil. Artıq ixrac ölkəsidir. Yalnızca məhsul ixrac eləmirlər. Artıq savad ixrac olunur, təhsil ixrac olunur, bilik ixrac olunur. Yəni bunu biz də bacara bilərik. Onun üçün hər hansı bir vəsaitə ehtiyacımız yoxdur düşünürəm. Bizim məsələn yetişən neft sahəsi üzrə yetişən mütəxəssislərimiz var. Biz artıq neft sahəsi öz sözümüzü deyən dövlətlərdən birinə çevirmişik. Mütəxəssislərimiz düzdür, Sovet dövründə Rusiya müəyyən bir hissələrində əgər çalışırdılarsa, bunlardan nümunə gətirə bilərəm. Məsələn, Fərman Salmanovda tümündə Sibir neftinin müəyyənləşdirilməsi sırf onun əməyi sayəsində gerçəkləşmişdi, geoloq alim.
Amma bu günlər Azərbaycan mütəxəssisləri Hind-Çində ərazilərində, Hind-Çin yalnız Taylandda, Vyetnamda, Laosda artıq bir mütəxəssis kimi dəvət olunur. Orada onların bilikləri paylaşılır, onlardan bəhrələnirlər. Amma mən belə başa düşürəm ki, Azərbaycan bunu əgər bu günlər müasir təhsili hesabına əldə edibsə, biz yaxın zaman çərçivəsində qeyd etdiyimiz o dediyiniz nümunələr ki var, süni intellekt üzrə hazırlaşan robotlardır, onların hazırlayan mütəxəssisləri də biz yaxın bir dövrdə artıq başqa dövlətlərə nümunə olaraq göndərə biləcəyik. Bu dediyimiz haqqında danışdığımız nəticəni əldə etmək üçün mənim fikrimcə, yəni həm təhsilin, həm elmin, həm biznesin, həm də hökumətin belə sistemləşdirilmiş bir məqsədyönlü fəaliyyəti lazımdır. Mənim anlamımda ola bilər səhv edirəm. Bizdə indi elm inkişaf edir. Yəni elmin belə deyək, bir öz yolu var, hara gedir, orası bilmirəm, amma gedir, inkişaf var. Biznes başqa bir istiqamətdə inkişaf edir. Bizdə biznesin belə deyək, qısa müddətli gəlir gətirən sahələr inkişaf edir. Yəni bu gün Azərbaycanda biznes deyəndə əsasən ticarətdir və ticarətə bu xidmət edən infrastrukturdur, logistikadır, ticarət mərkəzləridir, supermarketlərdir. Müəyyən qədər qida sənayesi inkişaf edir, restoranlar, xidmət sahəsi, şadlıq sarayları və bir də tikinti sektoru da, yəni qida sənayesi, tikinti sektoru, ticarət və onun ətrafındakı infrastruktur. Bundan kənarda biznes demək olar ki, ancaq dövlətin birbaşa maliyyə yatırdığı fabrik və zavodlar var, bunlardır. Sizin fikrinizcə niyə bizim elmimiz və biznesimiz fərqli yollarla gedirlər? Yəni subyektiv olaraq nə hiss edirsiniz belə? Biznesin yaranması bizdə biraz, mən yenə də qayıdacağam o keçid dövrünə, Sovet dövründən qalma inzibati amillik bizdə biznes düşüncəli, sahibkar düşüncəli, yəni azad sahibkarlıq, bazar iqtisadiyyatının formalaşması necə deyərəm, bir müəyyən bir yol ertələdi, yəni gecikdirdi. Təsəvvür gətirin, uzun bir müddət biz Sovet istilası dövründə ancaq müəyyən qədər dövlətdən asılı bir siyasət tətbiq edirdik. Amma müstəqillik dövrünə qədəm qoyduqdan sonra artıq bizdə biznes düşüncəli, sahibkar düşüncəli insanlar formalaşmağa başladı ki, onlara açdığı müəssisədə bu günlər biz artıq görürük. İndi gəldik biz nəyə çıxırıq? O sahə üzrə yetişən mütəxəssislər artıq elmdən də faydalandılar və sahibkar düşüncəli şəxslər ortaya çıxdı. Ki, bu şəxslər, misal üçün, adi sual verirsən ki, sahibkardır, təhsil yoxdur. Deyir, təhsil mən nəyimə lazımdır deyə bir arada özünə sual verir. Təhsilin xeyirli tərəflərini o zaman görür ki, misal üçün, adi bir şey deyək, rəqabətli qabiliyyətini artırmaq üçün görə bilər. Misal üçün, Allah uzaq eləsin, böhran dövründə vəziyyətdən çıxış yolu kimi təhsilin faydalarını görə bilər ki, orada müxtəlif alternativlər var ki, onlarda istifadə etməklə o çıxış yolunu əldə edə bilər. Çünki bu dünya təcrübəsindən də görmüşük. Artıq Azərbaycana yetişən gənclər görürəm ki, misal üçün düzdür, daxildə də var bu prosesi tənzimləyənlər, xaricdə də var. Görürəm ki, xaricdə elə bir yatırımlar eləyir ki, bu gənclər elmin təhsilin hesabına təbii ki, uğurlar əldə edirlər. Nümunəsini də görürəm. Məsələn, bizim yetişən bir mütəxəssislərimiz var ki, yəqin ki, görürsünüz, Azərbaycan elə bir regionda yerləşir ki, Allah ona dünyadan bəxş eləyib, məsələn, ən gözəli alternativ enerji mənbələridir ki, bunlardan faydalanmaqla çoxlu, məsələn, günəş batareyalarıdır, hazırlayırlar. Bu da gələcəkdə bir çox enerji ehtiyatlarımızı ödənməsini gətirib çıxartacaq. Bu təbii ki, o batareyaları hazırlayan ölkələrdən aldığımız təcrübə hesabında öz ölkəmizdə də yaxın zamanda tətbiq edəcəyik, tətbiq olunur. Sonra külək enerjilərinə istifadə edirik. Bunu da görmək olur, bunlardan da faydalanırıq. Bunlar təbii ki, artıq biz bir müddət xaricdən faydalanırıqsa, bu günləri isə öz mütəxəssislərimizin hazırladığı məhsulların tətbiqi sayəsində biz bunu görə bilirik. Yəni, artıq sahibkarlar yetişir, onların elindən faydalan alırlar, inkişaf edirlər. Bunlar biz artıq görürük. Biz bunu 30 il bundan qabaq sual versəydiniz, mən deyərdim ki, əlbəttə yox. Amma bu günləri bu sual tam tərsinə inkişaf edir ki, geriləmir. Siz necə fikirləşirsiniz eyni mövzunu? Fikirlərə qatılıram.
yenə keçid dövründən asılıdır. Uzun müddət Sovet istilası tərkibində qalıb inzibati amirlik sistemi və birdən-birə əldə heç bir şey yox və dərhal da bazar iqtisadiyyatı, açıq bazara çıxış. Bu biraz bir ölkə üçün indi uzun illər deyə bilərik, amma qısa bir fasilədir, çətin alınır. Müəllimin dediyi kimi sahibkarlıq və təhsil. Biz özümüz də məktəbdə bunun təcrübəsini mi aparaq deyim, ya sual-cavab mı eləyək mi deyim, eləyirik. Açıq sualların birində şagirdə sual verilmişdi ki, sahibkar nədir? Şagird yazmışdı, pulu olan insan. Sadəcə pulu olan. Onu təhsillə əlaqələndirə bilmirdi şagird. Amma halbuki hələ 8-ci sinifdə alternativ seçimdir, alternativ variantdır, son hədd xərclərdir, son hədd faydadır kimi terminlərdən istifadə olunur. Əvvəldə də dediyim kimi təhsil sistemi şagirdləri sırf öz ixtisasım baxımından deyirəm, coğrafiya istiqamətində sırf iqtisadiyyatla ayaqlaşmağa çağırır, aparır, yetişdirir. Yəni hələ orta məktəb səviyyəsində şagirdlər artıq iqtisadi anlayışlarla dolu olurlar. Onlar indi gələcək həyata atılanda bazar iqtisadiyyatı sisteminə müstəqilcəsinə qədəm qoyanda, yəni sərbəst bir şəxs kimi sahibkar olur, və yaxud da dövlət idarəsində işləyir, özəl sektorda işləyir, dövlət sektorunda işləyir, əhəmiyyəti yoxdur. Yəni onun orta məktəbdə aldığı təhsil iqtisadi anlayışlarla doludur. Bu baxımdan yəni təhsil düşünürəm ki, addımlar atır. Coğrafiya dediniz. Coğrafi baxımdan yəni Azərbaycanın bir çox baxımdan bəxti gətirən yəni dövlətdir. Coğrafi yerləşməsi baxımından. Və bu da iqtisadiyyatın bir sahəsinin də inkişafına imkan verir. Logistikanın həm şimal-cənub, həm şərq-qərb istiqamətlərində. Sizin fikrinizdə bax bunu bizim təhsil sistemimiz nəzərə alırmı ki, bu gün artıq belə deyək, Zəngəzur koridorunun perspektivdə açılması, bu münaqişələrin həlli uzun müddət davam edəcək inşallah ki, cənub-şimal koridorunun açılması bizim təhsil sistemimiz nəzərə alırmı ki, Azərbaycan gələcəkdə, yəni bizim indi hökumətin yeritdiyi siyasət Azərbaycanı regional bir belə deyək ki, logistika mərkəzinə çevirməkdir. Yəni şərqdən qərbə, qərbdən şərqə, şimaldan cənuba gedən məhsulların böyük əksəriyyəti Azərbaycandan keçib gedir və bu iqtisadiyyatın böyük bir sahəsini əhatə edən bir infrastruktur formalaşmalıdır bunun üçün. Təhsil ona görə deyirəm. Məsələn, bir şagird, orta məktəbdə oxuyan bir şagird bu barədə məlumatlıdırmı? Çünki o böyüyüb artıq təhsil aldığı vaxt, işlədiyi vaxt bu reallaşacaq. Ona uyğun bir ixtisas seçsin, ona uyğun bir istiqamətə yönəlsin, onu öyrənsin indidən ki, onun real həyata atıldığı vaxtda o reallıq formalaşacaq. Təhsildə bu nəzərə alınırmı? Düşünürəm ki, nəzərə alınır, amma lazımi qədər nəzərə alınmır. Çünki sizin dediklərinizi bugün orta məktəb şagirdinə ünvanlasaq, soruşsaq sual olaraq tam məlumatsız, yarı faiz deyərdim məlumatlı olar bu barədə. Yəni sırf təhsil dərsliklərdəmi, təhsil istiqamətindəmi bu o dərəcədə, lazımi dərəcədə görülmür. Siz necə fikirləşirsiniz? Əvvəldə əslində toxunduq bu mövzuya. O təhsil sistemimizdə həm dərsliklərdə, həm ümumiyyətlə təhsilin metodologiyasında regional xüsusiyyətlər, tarixi ədəbiyyatı qoyuram qırağa, digər fənlərdə, dəqiq fənlər, təbiət elmlərində regional xüsusiyyətlər, lokal xüsusiyyətlər nəzərə alınmalıdırmı? Yəni Azərbaycanda öyrənilən kimya ilə, Azərbaycanda öyrənilən fizika ilə, biologiya ilə Finlandiyada öyrənilən kimya, fizika, biologiya arasında bir fərq olmalıdırmı? Dəqiq fənlərdən danışırsa, dəqiq fənlər dünyada hamısında belə düşünürəm ki, dəyişməz bir şeydir. Yəni, riyaziyyatın qanunları durub bizdə fərqli, dünyada fərqli bir modelini təsvir edilən inanmıram ki, fərqli bir şey olsun. Amma gələndə ki, Azərbaycan region baxımından mühüm bir müstəvidə yer alması isə uşaqlardan çox şey asılıdır. Uşağın mövzuya baxış prizması var. Uşaq əgər getdiyi sahə üzrə, misal üçün bu ikinci çox zaman ki, üçüncü qruplarda baş verir. Onların dünya görüşündə, onların siyasət aləminə baxışlarına baxanda
Bəli, onlar nəyisə görürlər. Məsəl üçün, adi bir şey deyək, Zəngəzur dəhlizi dediniz, bir zaman Trump dəhlizi deyilir. Onun, məsəl üçün, açılışı ilə bağlı, onları uşaqlar müəyyən bir dövr üçün müzakirə edirdilər. Məsəl üçün, biz məktəbdə düzdür, suallar çərçivəsində bunu sual verəndə danışırdıqsa, amma zaman ilə gətirib çıxartdı ki, onlara artıq düşünən övladları yetişir. Onlar məsələn gələcəkdə düzdür, o düşüncənin sahibi olanlar başqa bir sahə üzrə addımlayır. Amma dediyiniz logistika sahəsində olanlar isə başqa bir sahənin uşaqlarıdır. Bunlar məsəl üçün birinci qrupda görürük biz, logistika üzrə mühəndislər yetişir. Onlar daşınmaların təşkili ilə bağlı düşüncələri təbii ki, mütəxəssislərdən ala bilərlər. Bunlar da kimlərdir? Təbii ki, politoloqlardır. Onlardan ala bilərlər ki, o düşüncəni onlardan yararlana bilərlər. Amma o baxışları gerçəkləşdirən övladların yetişdirilməsi də təbii ki, dövrün tələbi ilə formalaşır. Məsəl üçün, adi bir şey deyək, məsəl üçün, nəyisə məhsulunu əldə etməyə istəyən hansı bir təsərrüfatçı görür, tələbat buna var, onu yetişdirir. Yəni, uzaq görmək deyilən bir o düşüncə, o sahibkarlıq düşüncələri tam formalaşmır. Amma onun təhsilini əldə edən mütəxəssislər biz görürük ki, bəli, onlar artıq inkişafdan inkişafa doğru gedir. Nədədir səbəb? Onlar artıq sahibkarlıq fəaliyyətini təhsil də qatdıqdan sonra bunda artıq öz töhfələrini verirlər. Amma hansı ki, təhsilində sahibkarlıq fəaliyyətinə ona əlavə etməyibsə, onlar artıq nə edirlər? Böhran dövrü yaşayırlar. Məsələn, bu günləri əldə etdiyi məhsulu növbəti ilə yaxşı bir keyfiyyətli formada satıb onun proqnozunu verə bilmir. İflasa uğrayır və yaxud da kifayət qədər istədiyi gəliri formasına sata bilmir və geriləmə dövrü yaşayır. Amma qeyd etdiyimiz kimi sahibkarlıq fəaliyyətinin inkişafına mütləq təhsilin öz payı olmalıdır. O təhsilin mütəmadi olaraq uşaq əldə etdikdən sonra o görəcək. Düzdür, bizdə belə bir ixtisas var, ikinci qruplarda biznesin idarə edilməsi. O ixtisası əldə edən uşaqlar sual verir. Müəllimə biznesə idarə etməsini bitirəndən sonra nə edəcəm? Adı üstündədir, biznesin idarə edilməsidir. Sən hansı bir sahə üzrə çalışa bilərsən, o sahəni inkişaf elətdirə bilərsən, ona öz ideyalarla əldə etdiyin təhsilin keyfiyyətlərini qata bilərsən və oradan ora gedə bilərsən. İnanırsınız, yeni tələbə adı qazanan şagirdlərimizə eşidirəm ki, məsələn, yürücü vasitələrinin daşınmasına bağlı müəssisədə iş əldə edib. Deyir müəllim, mən müəyyən bir yerlərdə bu yürücü vasitələrə ehtiyacı olan yerlər müəyyənləşdirmişəm. Onların sexdən ora daşınmasını təşkil edirəm. Nəyin hesabına? Hələ bu birinci kurs tələbəsidir. Artıq onda bazar iqtisadiyyatı düşüncələr formalaşır. Amma mən bunu bir 30 il öncə bir mütəxəssisdən soruşsaydım ki, bunu necə gerçəkləşdirmək olardı, o hər şey dövlətdən gözləyəcəkdi. Görəcək, dövlət mənə təklif edəcəkmi zavodda bir iş, mən gedib işləyim. Amma bu günlər mənim gəncim tam fərqli düşüncədədir. Bu da mən belə hesab edirəm ki, gəncin formalaşmasında böyük bir pay olan təhsildən söhbət gedir. Mən bayaqki sualın üstündə müzakirəni davam etdirmək istəyirəm. Mən dəqiq elmlərin və təbiət elmlərinin fərqli tədrisi, fərqli yanaşmanı deyəndə nələri nəzərdə tuturam? Məsələn, coğrafiyanın üstündən gedək. Azərbaycan mənim anlamda coğrafiya dəqiq elmdir, yəni təbiət elmdir, dəqiq elmdir. Bəli, Rezət var deyəm. Mənə görə coğrafiya sərhədsizdir. Çox gözəl. Azərbaycanda coğrafiyanı öyrənməklə mənim anlamda Avstraliyada öyrənmək arasında fərq olmalıdır. Çünki biz Ermənistanı daha çox öyrənməliyik, Gürcüstanı daha çox öyrənməliyik, İranı, Rusiyanı, Qazaxıstanı daha çox öyrənməliyik, Türkiyəni daha çox öyrənməliyik, nəinki Cənubi Afrika Respublikası və yaxud da Antarktidanı. Bu baxımdan, yəni dəqiq olsa da elm bizim yerləşdiyimiz məkana görə onun təqdimatı və ona yanaşma biraz fərqlidir. Və misal üçün biologiyanı götürsək, biologiya da dəqiq elmdir, təbiət elmdir. Azərbaycanın bioloji müxtəlifliyi bizə misal üçün dağ keçisini öyrənməyi daha aktual edir, nəinki pinqvini. Bu baxımdan mən deyirəm ki, kimyanı götürsək, məsələn Azərbaycanda almaz istehsalı yoxdur, neft istehsalı var. Biz yəni o üzrə kimyanı daha dəqiq öyrənməliyik. Mənim anlamda nəinki almazın xüsusiyyətləri, çünki biz onun real həyatda yəni bir zinət əşyasından başqa bir anlamı yoxdur bizim üçün. Fizikanı götürək, məsələn, nüvə texnologiyaları Azərbaycanda istifadə olunmur və dövlətin siyasi xəttində, iqtisadi maraqlarında bu yer almayıb bu gün. Amma bərpa olunan enerji mənbələri var. Bunun fizikasını daha yaxşı öyrənməliyik mənim anlamda və məncə təhsil bunu nəzərə almalıdır. Bu baxımdan bizim fizika
Almaniyanın, Amerikanın, Avstraliyanın fizikasından biraz fərqlənməlidir. Biologiyamız da o cür, coğrafiyamız da o cür. Bu barədə nə fikirləşirsiniz? Yox, düşünmürəm. Fərqli tətbiq olunmalıdır, fərqli tədris olmalıdır. Bu iki ayrı anlayışlardır. Tədris eynidir, tədris elmdir. İstər dəqiq elm olsun, istər sərhədsiz bir elm olsun, fərqi yoxdur. Elm elmdir. Onun öz konkretliyi var, o öyrənilməlidir. Sadəcə tətbiq sahəsi, istiqamətlər fərqli olmalıdır. Bayaq dediyiniz Azərbaycandakı şagird coğrafiyanı milli baxışdan öyrənsə, ətrafındakı qonşu dövlətlər, Azərbaycanın coğrafiya anlayışları filan bunları öyrənəcək. Avstraliyadakı isə ətrafında bu da qonşu dövlət tapmayacaq öyrənməyə. Amma yenə coğrafiyanı öyrənmək istəyən şəxs, öyrənmək istəyən şagird coğrafiyanı tam öyrənəcək. Çünki coğrafiya hansısa bir regiondan asılı deyil, bir regiondan kifayətlənmir. Xüsusilə də bir qloballaşan bir zamanda, dövrdə biz ondan ayıra bilmərik. Qaldı ki, öyrəndiyimiz elmin istiqamətini necə seçək? Bəli, hansılar ki bizə daha avantajlıdır, daha çox gəlir gətirə bilər, biz onlardan daha çox istifadə edə bilərik. Onları artıq tətbiq sahələrini genişləndirməklə eləyə bilərik. Bu da sonraki təcrübəyə əsaslanır. Orta məktəbdə biz bunu reallaşdıra bilmirik. Qalır ali məktəbin deyək, ali təhsilin üzərinə. Amma ki, şagird orta məktəb vaxtından bu biliklərlə, sizin dediyiniz biliklərlə məlumatlandırılmalıdır ki, o daha gəlirli sahə hansıdır. Amma bu da düşünürəm ki, şagirdi ölkə daxilində çərçivələməkdir. Bəlkə şagird dünyaya inteqrasiya eləmək istəyir. Yəni, sırf Azərbaycanda yetişən bir mütəxəssis olub, sırf Azərbaycanda çalışmaq istəmir. Öyrəndiyi biliyi bəlkə gedib Finlandiyada tətbiq eləmək istəyir. Yəni, bunlara da düşünürəm ki, nəzərə almaq lazımdır. Fikrinizlə razıyam. Mən məlumatsızam. Bu baxımda indi verəcəyim sualla bağlı. Finlandiya dediniz. Finlandiyada keçirilən coğrafiya ilə Azərbaycanda keçirilən coğrafiya eynidir. Coğrafiya eynidir. Tədris prosesi düşünürəm ki, fərqlidir. Çünki bizim imkanlarımız onların imkanları qədər deyil. Nə qədər ayaqlaşmağa çalışsaq da biz o geriliyi istəsək də, istəməsək də yaşayırıq və görürük. Ya bunu fakt kimi deyirsiniz, eynidir. Elm olaraq eynidir. Coğrafiya elmi eynidir. Yox, mən dəstəyi nəzərdə tuturam. Yəni dəstəkdə tutaq ki, Azərbaycandakı coğrafiya dəstəyində A mövzusuna 10% yer ayrılıb. Həmin mövzuya Finlandiyada da 10% yer ayrılıbmı? O bir bölmə ola bilər. Bir bölmə ki, sırf məsələn, biz Azərbaycanda hansısa məlumatı öyrənmək istəyiriksə, qonşu dövlətlərlə əlaqələndirəcəyik. Bu qaçılmazdır. Finlandiyada öyrənilirsə, onun qonşu dövlətləri ilə əlaqələndirilir. Amma ki, elm sahəsi eynidir. Eynidir, coğrafiya eynidir. Xüsusilə yenilənən pilot məktəblərin layihəsindən sonra bizə ötürülən dərsliklərdə biz onu görürük. Ən birinci də biologiya, coğrafiya sahəsindən başladı. Qlobal mövqe təyin etmə sistemi ilə başlayır ilk coğrafiya dərsi. GPS. Azərbaycanca qlobal mövqe təyin etmə sistemi. Düşünürəm ki, bu Finlandiyada da belədir. Bizdə də belədir. Birbaşa taksi çağırma xidmətindən başlayır dərs. Ümumiyyətlə götürsək, bütün dünya dövlətləri heç bir geriləyən dövlətlərin nümunəsini heç bir fənnə əlavə eləməz. Finlandiyada dünyada yüksək inkişaf edən bir dövlət kimi götürsək, o da yəqin ki, yüksək inkişaf edən dövlətlərin modellərini tətbiq edən, onların nümunələrini əsaslandıran dərslərə əsaslı dərslər keçər. Düzdür, ən böyük problemi onun Çinlə ayaqlaşa bilməməsi idi. Bilmirəm, rəqabətlikdə bir vaxtlar bizdə məşhur telefon modelləri içərisində Nokia adını çəkirdiksə, amma zaman elə gətirir ki, Çin artıq o modeli nətər sıxışdırdısa, biz artıq görürük ki, Finlandiya istəsəydi o telefon modeli artıq biz zəif görürük. Düzdür, var, amma zəif görürük. Bu təbii ki, istehsalatla, rəqabətliklə, yəqin ki, özünü Çindən sonraki gələn növbəti dövlət kimi təqdim edən coğrafiya dərsində bunları görə bilərik biz. İstənilən fəndə lokal anlayışlar artıq sıradan çıxır. Regional, əsasında qlobal anlayışlardır. O əvvəl idi. Azərbaycan coğrafiyasını ayrıca bir 8-ci sinifdə tədris olunurdu. Fiziki coğrafiyası birinci yarım. İqtisadi sosial. Bəli, iqtisadi coğrafiya ikinci yarım yoxdur bu. Azərbaycan coğrafiyası bir neçə bölmədə bir dərs olaraq bəlkə verilir. Bölməyə aid olaraq. Yəni bu da düşünürəm ki, bir fəndə, bir elm sahəsində nəyisə dəyişmir.
olmalıdır da. Yəni şagird həmin ərazidə, həmin məkanda yaşayırsa onu bilməlidir, daha yaxşı bilməlidir. Olsun, sizin fikirlərinizlə razı deyiləm. Mən fikirləşirəm ki, Azərbaycandakı kimya Avstraliyadakı kimyadan fərqli olmalıdır, təhsildə, fizikası ilə. Yəni yerli bir yanaşma, lokallaşma olmalıdır. O Azərbaycan modeli olmalıdır. Azərbaycan modeli olmalıdır. Düzdür, yəni qlobal bazara çıxmaq istəyən, gedib xaricdə oxumaq istəyən şagirdlərin də fikirləri, arzuları, istəkləri nəzərə alınmalıdır. Amma mən demirəm onlar öyrənilməməlidir, amma bir belə deyək, təhsil sistemi mənim anlamımda Azərbaycan üçün vətəndaş yetişdirirsə, bu Azərbaycan vətəndaşını elə orta məktəbdən Azərbaycanda hansı sahələr daha aktualdır, hansılar daha irəli gedəcək, buna yönləndirmək üçün digər sahələr də hamısı öyrənilməlidir. Bu heç. Amma müəyyən bir istiqamətlər olmalıdır ki, onlara xüsusi diqqət yetirilməlidir. Bayaq dediyim ki, məsələn, kimyada neft sənayesi olmalıdır, Azərbaycanda biologiyada, Azərbaycanın regional, lokal xüsusiyyətlərinə uyğun, bitki örtüyünə uyğun bir biologiya seçilməlidir, öyrənilməlidir. Coğrafiyanı dediyim, yəni qonşularımızı biz daha yaxşı bilməliyik, həm tarix baxımından, həm coğrafiya baxımından. Yəni mənim fikrimdə ola bilər, yanlış. Ümumiyyətlə təhsildə müəllim belə bir ifadə işlədir. Biz şəxsiyyət elə yetişirsə, fərdin, cəmiyyətin, dövlətin tələblərinə uyğun yetişməlidir. Yəni bu tələblər nəzərə alaraq yetişdirilirsə, o təbii ki, dövlətin maraqları çərçivəsində olmalıdır. O yəqin ki, Finlandiya dövləti də yenə öz maraqları çərçivəsində bunu gerçəkləşdirməlidir və yaxud da İngiltərə dövləti də öz maraqları çərçivəsində yetişdirməlidir. Heç bir dövlət məsələn özünü pisləyib başqa bir dövləti ancaq mütəmadi model kimi tətbiq etməlidir deyə bir qayda yoxdur. Amma öz modelini də tətbiq etməlidir. Məsələn, qonşu dövlətdə var bu. Bu Azərbaycanı gəlib tətbiq edəndə ola bilər ki, məsələn, mən tutalım ki, getdim Bakıda smart lövhə kurslarını öyrəndim. Onları tətbiq etmək üçün gəldim Dağ kəndinə. Amma Dağ kəndində smart lövhə yoxdur. Onda Rüfət müəllim nə edəcək? Rüfət müəllim onun bir modelini tətbiq edəcək. Onun bir smart lövhə yox, amma onun bənzərini, onun bir əyani vasitələrini, flipchart vərəqləri ilə, hansı bir üsullarla uşaqlara rəngarəngli, illüstrasiyalarla tətbiq etməklə onu öyrədə biləcək. Niyə? Çünki Azərbaycan modeli olmalıdır. Hər bir şeyin yerli bir modelini tətbiq etmək lazımdır. O özü ola bilər, amma yerlisini artıq formalaşdırmaq lazımdır ki, bu oldu bizim modelimiz. Yəni bunu inkişaf elətdirmək zaman çərçivəsində təbii ki, gerçəkləşir. Yəni təhsildə tədris formaları yaranır da belə. Yəni bu fərqli ola bilər ölkələr arasında. Yəni sizin belə deyək, müşahidələriniz əsasında Azərbaycanda ola bilər, mən yanılıram, yenə deyirəm. Mənim müşahidələrim əsasında deyirəm ki, Azərbaycanda orta məktəbdə və hətta ali məktəbdə təhsil alan şagirdlərin, tələbələrin böyük əksəriyyəti xidmət sahəsinə yönəlir ki, xidmət sahəsi yəni biraz böyük götürsək, məsələn, təhsil özü də xidmət sahəsidir, təbabət də xidmət sahəsidir, hüquq mühafizə də, yaşı qiymətləridir. İstehsal sahəsinə yönəlmək istəyən adamlar çox azdır. Bəlkə də mən yanılıram, amma nəsə istehsal etmək, bu məhsulu istehsal etmək sahəsinə yönəlmək istəyənlər azdır. Sizcə bu marağı necə aşılamaq olar şagirdlərə, müəllimlər tərəfindən, dərslik tərəfindən, təhsil sistemi tərəfindən ki, şagirdlər nəsə yaratmağa daha çox meylənsinlər. Çünki iqtisadiyyatın kökü istehsaldır. Yəni buradan başlayır iqtisadiyyat. Belə bir layihə var. Peşə təmayüllü siniflər layihəsi, yəni nəyisə hazırlamağa, nəyisə formalaşdırmağa şagirdləri yönəldir artıq. Bizim məktəbdə də var. Son 3 ildir peşə təmayüllü siniflər layihəsi tətbiq olunur. 1 il artıq məzun olublar peşə təmayüllü siniflərdən. Hal-hazırda da 2 sinifimiz var, 10-cu və 11-ci sinifdə. Hansı peşələr öyrədilir? Hal-hazırda bizdə dərzi köməkçisi, qənnatçı köməkçisi, aşpaz köməkçisi, qrafik dizayner, bir də kompüter operatoru ixtisaslar üzrə yetişirlər. Yəni o da seçimdən asılıdır. Başqa digər məktəblərdə digər yəni ixtisaslar da var. Siz necə fikirləşirsiniz? O marağı necə artırmaq olur? Gözəl xanım dediyiniz xidmətlərə daxil edilir. Amma siz istehsaldan buyururuz. İstehsal üçün texnologiya fənlərini biraz rəngarəng edə bilər. Necə ki, məsələn, ona stimuli qatırlar.
STEM bəyaları qeyd elədiyim kimi uşaqlarda artıq mühəndislik qabiliyyətləri formalaşdırır və o uşaqlar gələcəyin o mühəndisdən biz nəyi gözləyirik? Nəyisə düzəltməlidir, hazırlamalıdır. Düzdür, o da xidmətdir. Amma onun verdiyi xidmət daha böyükdür, daha qabarıqdır, gözə batandır, inkişafa meyil yaradandır. Bəli, onun maştabı bəli böyük miqyaslıdır və nəticədə böyük bir gəlir gətirəcək. Misal üçün, mən aşbazdan nəyə gözləyə bilərəm bir xidmət kimi? Ləziz bir yemək təqdim edə bilər. Amma mühəndisin verdiyi bir xidmət böyük bir körpülərdir, onun tətbiqidir. Misal üçün, onun Azərbaycan modelini qonşu dövlətdə tətbiqidir. Burada biz faydasını görə bilərik. İndi həmin mühəndislik fəaliyyətlərinin inkişafına bağlı təhsil sistemində STEM deyilən bir layihələr artıq öz sözünü deyir. Əvvəllər müəyyən bir çərçivədə, misal üçün, riyaziyyatmı, fizikmı, kimya elmləri qatılırsa, indi artıq onun sərhədini genişləndirirlər ki, istənilən bir şəxs artıq STEM layihəsinə qoşulmaqla öz təcrübələrini ora qata bilər və orada əldə etdiyi biliklərlə uşaqlarda o mühəndislik qabiliyyətləri inkişaf elətdirə bilər. Məsəl üçün, bu günlər Rüfət müəllim tarix fənni üzrə tədris edirsə, o sistemdən kənar qalmalı deyil. O da dəvət olunmalıdır. O da layihədə iştirak etməlidir. O da gələcəyin bir mühəndisin hazırlamasında iştirak etməlidir. Ola bilər ki, fizika, kimya, riyaziyyat qədər mövzuya baxmıram. Dəqiq deyil. Amma mənim də bu mövzuya qatacağım müəyyən bir üsullar, vasitələr, məhsullarım ola bilər ki, onu artıq dövlətimiz nə edir? Tətbiq etmək üçün qapılarını açır. Və həmin mühəndislər də yetişir, onlar müəyyən robotlar düzəldir, onlar müəyyən regionlarda öz mərkəzlərini düzəldir, onlar artıq kodlaşdırma bilir. Düzdür, robotun özünə kodlaşdırmasını bacarırlar. Amma robotun özünü düzəltməyin, o avadanlıqların gətirilməsidir. Bunlar müəyyən bir dövr üçün bizdə olmaya bilər. Amma qısa bir zaman mən hesab edirəm ki, keçəndən sonra artıq o vasitələr də bizdə olacaq. Onları kodlaşdırmasını da biz çox rahat şəkildə edəcəyik. Biraz da vaxtımız yekunlaşır artıq. Biraz da gələcəyə baxaq. Bu günlərin bir belə deyək ki, sosial şəbəkələrdə paylaşımlarda biz Çini, Yaponiyanın müasir infrastrukturunu görürük, texnologiyalarını görürük, sürətli qatarlar, pilotsuz uçuş aparatları, pilotsuz avtomobillər. Sanki onlar başqa bir reallıqda yaşayırlar artıq, ya gələcəkdə yaşayırlar. Bizim üçün bir gələcəkdə yaşayırlar. Sizin fikrinizdə bugünkü təhsil sistemimiz imkan verirmi ki, Azərbaycan da 5 ildən mi, 10 ildən mi, 15 ildən mi sonra həmin bu gün o xarici dövlətlərdə yüksək texnologiyaları inkişaf etmiş olan dövlətlərdə gördüyümüz o yüksək texnologiyaları gələcəkdə yaşasın. Yəni bizdə də həmin o pilotsuz avtomobillər, pilotsuz qatarlar, intellektual, düzdür adı var, intellektual idarə etmə, nəqliyyatın intellektual idarə etmə sistemi, amma Bakı, yəni Xazıdarın orada idarə etmə görünmür. Yəni intellektual bir şəhər, intellektual bir nəqliyyat, intellektual istehsalat, bunun bir sizin proqnozunuzca, fikrinizcə 10 ildən sonra olar, 15 ildən sonra olar. Düşünürəm ki, məqsəd elə odur. Onları reallaşdırmaqdır, onlara çatmaqdır. Amma düşünmürəm ki, qısa müddətdə o baş verər. Müəyyən bir müddət lazım olacaq. Baş verə bilər, amma kiçik məkanlarda nümunə olaraq, model olaraq, amma geniş miqyaslı tətbiq üçün məncə uzun illər hələ ki lazımdır bizə. Amma mən tam əksi deyərdim. 2022-ci ildə biz Ağıllı Kənd proyektini gördük. O tətbiq olundu. Ağıllı Kənd layihələri artıq göstərir ki, 3 ildir də artıq 4-cü ilə keçib. Bu artıq göstərir ki, artıq bu nümunə var. Bu artıq ifadə edir ki, Azərbaycanda da ağıllı kənd layihəsi, dediyiniz kimi ağıllı şəhər, ağıllı region, bunlar gerçəkləşə bilər. Biz bunun nümunəsinə əgər 4 il bundan qabaq tətbiq eləmişiksə, o kənddə heç bir şey yoxdur, amma bizim ora verdiyimiz texnologiyalar sayəsində o kənd idarə olunur, düzdürmü? Və onu biz növbəti illərdə digər layihələrdə öz sözünü deməklə görə biləcəyik. Pualar dediyiniz kimi var bizdə artıq. Var, bəli. Bəli, pilotsuz uçuş aparatları, adı da zərbədir, mühəndisi işləridir. Artıq sənayemiz buna öz sözünü deyir, tətbiq edir, inkişaf edir. Digər sahələrdə də görəcək, 100% görəcək. İnşallah. İnşallah. Sağ olasın. Sağ olun gəldiyinizə görə. Sağ olun. Çox sağ olun. Dəvətiniz üçün. Sağ olun. Sonda isə onu demək istəyirəm ki, inanırıq, ümid edirik, inkişafımız o mərhələyə gəlib çatacaq ki, Azərbaycan bugün gələcək kimi baxdığımız
ölkələrin, dövlətlərin yüksək texnologiyalar, infrastrukturları qədər müasirləşmiş, öz zamanı üçün, yəni gələcəyimiz üçün müasirləşmiş, ultra müasir bir dövlətə çevriləcək. Buna inanırıq, buna ümid edirik. Sağ olun, diqqətinizə görə təşəkkür edirik.